Selamun Aleyküm ve Rahmetullah Şeyh. Və aleykum salam və rəhmətullah və bərəkatuhu. Allah əməlləri yaradırsa, niyə bizi sorğu-suala çəkir? Allah Subhanahu taala buyurur ki: "Vallahu xalaqakum və ma ta'malun." Allah sizi və əməllərinizi xəlq edəndir. Və bu ayət dəlildir ki, əməlləri də Allah Taala xəlq edir. Lakin xəlq etməyi məcburiyyət kimi başa düşməyin. Çünki Allah Subhanahu taala bizə seçim verib. Seçim verib. Əlbəttə, əgər məcbur olsaydı, necə bəzi firqələr eləyir, əşarilər, maturidlər və s. azmış tayfalar ki, insan məcburdur qədər mövzusunda. Onlar əlbəttə onda qiyamət günü sənin haqqın var idi. Demək ki, ya Rabbi, sən mənə məcbur elədin. Lakin elə deyil. Onda ziddiyyət olardı axı. Deməli, qiyamət varsa, deməli, sən məcbur deyilsən. Sənə seçim verib. Peyğəmbərlərin gəlməyi göstərir ki, sənə məcbur deyilsən. Məcbur olsaydı, Peyğəmbərlər gəlməzdi. Özə 124 min. Məcbur olsaydı, kitablar da gəlməzdi. Ona görə düzgün başa düşün qədəri. Qədər, o deməkdə öyle, insan məcburdur. Qədər, Allah Taala bəli, bilir, xəlq eləyir, bilib hətta. Onun istəyin olur. O yazıb. Lakin seçim verib sənə. Seçim verib. Seçim verib. Sadəcə sən necə yönəlmirsən özün istədiyin kimi Allah Taala sənə açıb o yolu. Vəssalam. Aydındır. Allah bilir düzün. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.